Salam, sizinlə Vüqardır. Biz bugün kiçik bir çöl reklamı üçün olan bir yazını yazacağıq. Əsas orada istifadə edəcəyik. Gördüyümüz kimi belə bir fincanı. Bu fincanı orada necə istifadə eləmək olar? Mövzumuz deməli bundan ibarətdir. Biz indi burada deməli yazırıq Coffee House sözünü yazırıq və onu buradan böyüdürük. Yerləşdiririk bura. P düyməsini basanda o ekranın ortasında yerləşir və buradan hər hansı bir qalın bir yazı və imkan daxilində onu düz olsun, bir də belə bir şrift tutaq ki, bunu nümunə kimi işləyirik. Deməli gəldik bura, qeyd olunmuş obyekti iki cür. Buradan deməli qeyd eləyəndə Ctrl+X ilə də kəsib götürüb digər bir yerə qoya bilirik. Və yaxud iki sətirdən ibarət olan sözü sadəcə olaraq Ctrl+K düyməsi ilə ayırırıq. Bu formada ayırırıq. Bunu mərkəzinə yerləşdiririk və biz qərar vermişik ki, burada bu U hərfinə bunu necə istifadə edə bilərik. İstifadə qaydalarından öncədən qeyd edeyim ki, biz bunu vektor varianta çevirmişik, yəni çəkmişik, düzəltmişik. Öncə bu JPEG formada olub, şəkil. Gördüyümüz kimi bu rasterdir, amma biz bunu məcbur oluruq ki, üzərində müəyyən əməliyyatları aparmaq rahat olsun deyə bu formada edirik və onun rasterdən çevirdiyimiz halda müəyyən nüanslarla rastlaşa bilirik ki, biz onu sonra özümüz, misal üçün, bunun üzərində vektor olduğuna görə bunu düzəldə bilirik. Vektorda yəni müəyyən belə əməliyyatları aparmaq rahatdır. Amma rasterda o Photoshop'a müraciət olunmalıdır və orada montaj olunmalıdır. Ona görə biz müəyyən əyrilər, düzəlmələr və hamısını burada düzəltsək daha yaxşı olar. Əsas vektor variantdan gedir söhbət. Ya CorelDRAW-da, ya Illustrator'ın ikisindən birində düzəltmək daha rahatdır. Deməli biz obyektin deməli bu istiqamətdə bunu qeyd edəndə yenə də Ctrl+K düyməsini basdıqda bu belə ayrılır. Və yaxud biz bunun üzərində 2 dəfə basdıqda U hərfini buradan götürüb X qoyuruq aşağı və bunun arasını belə aralayırıq ki, sonra düzəltdiyimiz detalı bura yerləşdirə bilək. Nümunə kimi baxacaq. Deməli, burada bunun özünü gətirib, buradan sağ düyməni basıb, ungroup etdikdə bunun üzərində olan bu iki dənəni Ctrl+G eləyib qrup şəklində ayırırıq və bunu buradan silirik. Burada deməli, Ctrl+Q düyməsini basdıqda buradan gəlib bunun bu iç hissəsini silirik. Sonra bunu gətirib qoyuruq ortaya, bunu biraz böyüdürük, gətirib misal üçün belə yerləşdiririk. Shift-i basıb arxanı da qeyd edirik. İki obyekt qeyd olunduqda klaviaturadan C düyməsi bunu mərkəzə qoyur. Və yaxud siz burada bu align, bunu aktivləşdirəndə bizdə belə bir komanda aktivləşir ki, biz buradan birinci obyekti qeyd edib ikincini qeyd etdikdə bunlardan da istifadə edə bilirik. Ya səhifə boyu qoyulması və yaxud misal üçün mərkəzi sağı, solu bu düymə basılanda obyekt üzrə gedir. Bu isə səhifə üzrə gedir. Səhifədə yəni bu nəzərə alınır. Bizə lazım olan yəni ki, burada budur, mərkəz deyirik ki, bu mərkəzdə otursun və bunu təyin edəndən sonra biz qərar veririk ki, buradan gəlib konturdan istifadə edib bunun bu qıraq sərhədlərinə çıxırıq imkan daxilində. İndi bu biz kiçik işləyirik deyə 2 mm yarım bizə kifayət edir, amma böyük reklam üçün işləyəndə siz dəqiq ölçü ilə ola bilər ki, 1 sm, 2 sm və yaxud 3 sm belə ara məsafəsi qoyasınız. Bunu bu formada etdikdən sonra qərar veririk ki, misal üçün 2 mm olsun. Sağ düyməni basırıq konturun üzərində break eləyirik. Ondan sonra bu həmin o göstərdiyim bu ağ yeri qeyd edib, shift-i basıb arxanı qeyd etdikdən sonra biz burada trimdən istifadə edirik. Birinci obyekt, ikinci obyekti silir gördüyümüz kimi. Bunu buradan sildik, getdi. Bunun özünü götürdük, qeyd elədik. Ctrl+G düyməsini basandan sonra onu gətirib yerləşdirdik bura. Biraz böyük edə bilərik və yaxud biraz kiçik eləyə bilərik. O seçim sizindir burada. Çünki elə formalar var ki, biz onları əldə edəndə onun kiçikliyi, böyüklüyü o qədər belə böyük qlobal problem kəsb eləmir. Bunu qeyd etdik. Buradan biz bunu sildirik və yaxud böyüdürük. Sizin seçimdir. Biz təxmini bunu belə eləyirik. Yəni burada obyekti qrup etdiyimiz halda hamısını qeyd eləyirik. Ctrl+G düyməsi basıldıqdan sonra shift-i basıb o birisi obyekti qeyd edib C düyməsi basılanda və yaxud bu düymə basılı olanda bunu basanda bu kofe sözünün düz ortalamasına düşür. Ki biz burada bu çaşqanın bu elementini istifadə edib bura gətirib 30-durduq. Bu bizdə belə götürək bir variantlardan biridir. İkinci variantlardan biz obyektin özünü qeyd edib gətirib qoyuruq kənara. İndi isə bunu burada istifadə etmək üçün buradan deməli basırıq ki, bu deməli ungroup eləyirik buradan və yaxud klaviaturadan Ctrl
U bu ungroup olundu. Bunu buradan silirik ki biz bu çaşkamızı gətirək, yerləşdirək bura və bura yerləşdirdikdə qeyd olunur ki, bu yəni böyük formada olduqda yerləşmir. Və biz bunu bura gətiririk, qoyuruq bunu bunun ortasına. Bunu bura qoyduqda bunu buradan götürürük, Ctrl+G düyməsini basıb, sonra bu istiqamətdə bunu mərkəzləyirik. Deməli, bunun belə formada gəlib salınması, əgər açıq tonda yığılırsa fon, onda bu qara, yəni bura yerləşir. Onda biz bu halda bu çaşkamızı, yəni ki, burada rənginə müdaxilə eləməli olacaq. O da necə? Yəni biz buradan gəlirik, kontur komandasını götürürük yenə də. Bu çaşkanın öz üzərindən bundan kontur yaradırıq. Yəni imkan varsa biz onu bütöv etməyək, ungroup ləğv eləyək və bizim burada olan bu obyektin özünün konturunu yaradaq. Deməli, bunu burada konturunu yaratdıq. Belə. Buradan onun komanda ilə dəyişdik ki, baxaq nə alındı. Alınan bizi qane elədi. Biz sadəcə olaraq biz buradan, yəni konturun üzərində basdıqda break eləyirik ki, bunu ayıraq və burada olan çaşkanın alt istiqamət aşağısını qeyd edib, bunu ağ eləyirik. Və burada nəzərə almaq lazımdır ki, əgər gələcəkcə hər hansı bir orqanik şüşə, yəni ortiklo istifadə olunacaqsa, onda onun işığı, yəni nə qədər material tündürsə, onun işığın keçməsi azalır. Ona görə biz onu buradan hər hansı bir digər bir açıq bir tonla dəyişirik ki, işıqlı reklam olduğu halda orada seçilsin. Və biz bunu bu formada, yəni ki, bu yazını bunun aşağısında bu formaya sala bilirik. Yəni bizi burada bu qane eləməsə, biz buradan bunu sadəcə olaraq silə bilirik. Və bunun buradan 2 dəfə üzərində basdıqdan sonra yumuşaldırıq. Buradan gördüyümüz kimi bunu silirik. Buradan belə 2 dəfə basdıqda bizi qane eləməyən hissəni siləndə birinci və ikincinin arasında bu yumuşalma baş verir ki, biz onu buradan belə müdaxilə edib dəyişə bilirik. Bu keçid belə düzgün baş versin. Və reklam yığıldığı halda bu formada, yəni onun orası dəyişir. İndi əsas problem bu deyil. Biz bunu U hərfinə oxşatmaq istəyiriksə, əlbəttə biz burada yenə də çaşka formasında bir şey yaradıb, bunu onun içərisinə sala bilirik ki, bu orada seçilsin. Çünki çaşka tünd olduğu halda onun bu hissəsini, yəni gördüyümüz kimi burada belə əymə var, bu hissəsini də belə ayrı düzəldib biz onu hərfə çevirə bilirik. Misal üçün gəlin yoxlayaq, çəkək onu qoyaq kənara, yaxınlaşaq bura. Bizdə məlum məsələdir ki, çaşkanın qulpunun bu istiqaməti düzgün deyil və biz buradan nə edirik? Bunu silək. Daha doğrusu ungroup eləyək, bunun bu istiqamətini belə baxaq ki, nə alınır və bizdə çaşka özü tünd rəng eləyək və bunu burada gördüyümüzü bir yerdə ayıraq. Yəni buradan bunu qeyd eləyək, bunu ayıraq ki, bizim əvvəlki çaşka vəziyyətimiz yaransın. Tutaq ki, bizdə bu yoxdur. Bizim çaşkamız mövcudluğu budur. Biz indi nə edirik? Mənə bu qulp xoşdur, yəni məni qane eləyir deyə mən bu qulpu buradan gördüyünüz kimi belə götürdüm, gəldim düz bura və buranın shift'i qeyd edib, arxanı qeyd edəndən sonra burada gördüyünüz intersectdən istifadə edib bunun bu istiqamətini ayırdım. Yəni birinci və ikinci obyektin ortasına düşən detalı biz ayırdıq. Bizdə bu çaşkanın indi ortalama lazımdır ki, mənə bunu götürüm ki, mən fincanın formasını dəyişəsi olacaq. Bunu buradan gəldim, qeyd elədim və bu komandadan istifadə edib sildim ki, burasını belə bütöv eləyim. Və bunun burada gördüyümüz bu keçid, hansı ki, kölgə effekti verir, bizə lazım deyil. Çünki mən bunu sağa belə qoyduqda bu belə forma yaranır deyə mənə bu keçidin belə smile oxşaması, gülüş oxşaması lazım deyil. Birləşdirib sonra da götürə bilirəm əslində. Yəni ki, buradan bunu mən birləşdirdiyim halda ondan sonra biz buradan sadəcə olaraq shape-i götürüb, yəni bunu buradan belə rahat silə bilirik ki, bizə burası heç lazım deyil. Yəni, bu da qalsın. Çaşka tutaq ki, bizə bu formada qane eləyir. Əlbəttə, bunun bu istiqamətdə olan, yəni ki, bu gördüyümüzü qaldırıram hələlik. Çünki biz fincan formasını işləyirik, sonra bunu gətirib bura qoyacaq hələlik belə ki, çaşka formasını əldə eləyək və deməli, hələlik ki, buradan belə gətirib qoyanda və bunun burasını belə birləşdirəndə shift-i basıb bunu qeyd edib, buradakı gördüyümüz weld-dən istifadə edəndə o birləşir və bunun bu ikisini, hamısını qeyd edib delete etdikdə burası avtomatik düzəlir gördüyümüz kimi. Əlbəttə, bunu dala qaytarım. Yəni, belə problemlə rastlaşmamaq üçün ki, buralar qaçmasın, biz buralardan 2 dəfə shape-dən basıb təyin eləməliyik ki, bizdə burada vəhşicəsinə bir şey alınmasın. Sonra siləndə buralara o qədər də toxunmur, bu hissə ancaq alınır. Bunun özünü də ki, buradan gətiririk, qoyuruq bura
Misal üçün, əgər biz yəni mövcud bu şəkili dəyişmək istəyiriksə fərqli olsun, onda bu halda adi bir şey deyimizsə bunu buradan gətirib qoyuruq bura. Pozanın özündən istifadə edirəm, gətirirəm, onu buradan silirəm. Sonra shape-i götürürəm, bunun bu istiqamətini də buradan yumuşaldıram, silirəm ki, bunun burasına müdaxilə edeyim, belə. Belə, sonra buradan belə, misal üçün, istənilən formanı ala bilərsiniz ki, bu bunun davamı kimi, yəni üçüncü i kimi, yəni buradan bu gələn tüstün formasına uyğun eləmək istəyirsinizsə, buna uyğun gətirib belə də eləyə bilərsiniz. Burada seçim sizindir, çünki internetdən baxdığınız müxtəlif cür bu tüstü effektləri, yəni ki, yaratmaq mümkündür. Yəni burada bu güya bu belədir, yəni üçüncü forma kimi yaradıb qoya bilərsiniz, əgər ehtiyac varsa. Yəni, özünüz də çəkə bilərsiniz prinsipi bunu və başqa cürünə eləyə bilərsiniz. Çünki internetdə, misal üçün, siz buradan gələk Coffee House, misal üçün, buradan yazaq dim coffee, ya ingiliscə, ya rusca çox vaxt yazanda, buradan, misal üçün, qeyd edirik vektor. Çox ingiliscə, rusca çıxır, amma Azərbaycanca da yazıb yoxlamaq lazımdır. Gördüyümüz kimi belə cürbəcürü var, hansını istəsiniz. Hətta buradan görürsünüz bu formalı var, o 2 dənəli bizdə olanı, oxşayanı var. Yəni cürbəcür var ki, siz onu götürüb istifadə edib, sonra dəyişə bilərsiniz. Yəni buna aid əgər istəsəz, necə yaradılır bunlar, yəni əgər istəsəz videonun altından qeyd edərsiniz, sizə buna uyğun dərslərdə yazarıq ki, yəni belə çaşkalar necə çəkilir. Bunu bu formada gəldik, düzəltdik. İndi bu çaşkanı biz biraz aralaya da bilərik, əgər istəyiriksə. Sadəcə olaraq buradan, yəni bunun bu yerlərini 30-dururuq bura. Deməli, buradan da çaşkanın bu istiqamətdə gətiririk. Qaçmasın deyə buradan yaradırıq və bunun davamını gətiririk belə. Buradan da 2 dəfə basırıq, bunun da davamını gətiririk belə. Buraları sonra silə bilərik. Sadəcə olaraq buranın necə nazik olsun, qalın olsun, yəni ki, onu buradan özünüz təyin edirsiniz, necə istiqamət edirsiniz. Hələlik birləşdirmirəm ki, lazım olar və burada belə şeyləri düzəltmək lazımdır, yumuşaq olsun. Məlum məsələdir ki, bu düzəldi. İndi biz bunu belə düzəltmişik deyə və bu eynidir deyə, mən indi onu salıram aşağı ki, xarab eləməyim hələlik. Və buradan indi fikir verin. Bunun deməli, bu istiqamətində içində keçmənə lazım deyil hələlik. Mən onu buradan götürürəm. Eyni əməliyyatları eyni formada, yəni ki, illüstratorla da işləmək olur. Bunu bura gətirib belə salıb, sonra bunu buradan belə böyüdürəm ki, bunun qıraqlarını kəsə bilim. Misal üçün, belə eləyəndə görünür ki, nə alınır. Və buradan biz idarə eləyə bilirik, bunu şriftlə böyüdək, balacalaşdıraq, tutaq ki, biz bunu belə bir şey elədik və buradan ikinci obyekti qeyd edib, bundan da istifadə edə bilirik, silir, yox olur və yaxud bundan istifadə edirik, silir və qalır. Yəni, kimə necə qane eləyirsə, ondan da istifadə eləsin. Deməli, fikir verin, bunu buradan götürdüm, gətirdim, indi qoydum bunun altına. Deməli, o buradadır və biz ona rəng verdikdə görürük. Biz bunu qeyd eləyib, buradan gəlib, konturdan istifadə edib, biraz bunun nazik versiyasını belə formaya salırıq və sağ düyməni basıb break eləyirik. Hələlik ki, burada olanın özünü silmirəm, saxlayıram, çünki mən bilmirəm qabaqcadan, yəni məşq etməmişəm ki, bilim ki, nə alınacaq, nə alınmayacaq. Belə eləyəndə görürəm ki, hə, belə bir hərf formalı bir şey əmələ gəlir və mən onu burada, amma tünd fonda istifadə edəcəm. Çünki bizə burada o qane eləyir, bizi qane eləyir. Misal üçün, bunu buradan götürürəm, aparıram sol tərəfə və bunu saxlayıram burada. Deməli, qeyd edirəm 2 dəfə düz bizim bu rectangle basdıqda, deməli, səhifəmizin ölçüsü nədirsə, onun belə düz bucaqlı yaranır və yaxud 4 bucaqlı olsa, yəni nə olsa, hansı ölçü qoyulubsa, həmin obyekt yaranır. Bunu buradan götürürəm, deməli, qara eləyirəm və obyekti qeyd eləyib, yəni kofe sözünü kofe eləyirəm. Buradan da bunu belə qeyd eləyirəm, bunu da belə ağ eləyirik. Buradan qeyd eləyirəm bunu və ungroup eləyirəm və aşağıdan olan bu düzəltdiyimiz köhnəni silirik. Buradan deməli, probel qoyaraq biraz aralı eləyirəm, qeyd eləyirəm, bu qeyd olunmuş şərti ilə qeyd eləyirəm kofenin shift düyməsi ilə, C düyməsini basanda mərkəzdə dayanır, center deməkdir deyə. Sonra bunu buradan götürürəm, gəlirəm bu ortama. Buradan deməli, qərar vermək lazımdır ki, bizdə, bax, misal üçün, bu hissə tutaq ki, olacaq ağ. Yəni, bu hissə olacaq, misal üçün, tutaq ki, belə bir rəng. Bunun o, deməli, reklam yığılanda, bunun buraları işıqlı olacaq deyə, bu ağ U hərfini tamamlayacaq, house. Biz bunu qalın da eləyə bilərik, amma bu elə eləyək ki, bu çaşkanı keçməsin. Amma çaşkanın özünü ağ etdikdə, onda bunun qıraq hissəsini
biz eləyirik bu rəng və bu halda ki, bizdə tamamlanıb deyə bu ruçkanı qeyd eləyirik və bizim bu çaşkanı qeyd eləyirik və buradan bunu basanda o eyni rəngdə olur. Biz buradan bu formada bunu işləyirik. İndi isə bizə lazımdırsa ki, burası misal üçün tutaq ki, qara olacaq və biz buradan ona kontur verəcəyik və konturun rəngi ağ rəngdir. Yəni bax bu formada da biz bunu tamamlaya bilirik. Amma nəzərə almaq lazımdır ki, reklam yığıldığı halda bunun da konturu olacaq deyə və o kontur bu çaşka ilə birləşmiş vəziyyətdə olmalıdır ki, biz onu o cür icra edək. Misal üçün bunu indi çəkirəm. Bu ikisini qeyd eləyib qoyuram hələlik kənara ki, nəyi demək istəyirdim. Bizdə indi dala qaytarım, gəlin ən yaxşısı təzədən göstərim və sizə onu bu fonda yox, burada göstərim ki, siz tam biləsiniz nədən gedir söhbət. Bizdə çünki bu qara çaşka əgər işıq olacaqsa və onun davam ediciliyi bununla davam eləməlidir. Kontur olacaqsa o kontur da bundan davam eləməlidir. Ona görə biz bu çaşkanın konturunu çıxardanda və konturu bundan asılı etmək istəmiriksə, biz bu formanı buradan götürüb sağa çəkib qoyduqda, onu biz birləşdirdikdə belə bir şey əmələ gəlir. Ki, biz sonra buradan kontur istifadə eləyəndə, kontur qalınlıq verəndə bizim buradakı olan, bir dənə buradan göstərim, bax, buna da qalınlıq gəlir. Yəni, bunun da qalınlıq olur. Ona görə biz bunu düzəltdikdən sonra biz bunu ayırsaq və bunun içindəki bizə lazım deyil. Bu əmələ gəlsə, hesab edin ki, bu obyektin burasını, yəni hətta bunun içini silirəm ki, içi yox. Burasını, məsəl üçün, karkasını yığırlar. Bunun içini biz burada, misal üçün, aranjavatı eləyəndə, bunu düz bunun mərkəzinə qoyanda və bunu biz götürüb arxaya atanda belə bir forma əmələ gəlir. Deməli, bu forma əmələ gələndə bunun burasını, misal üçün, biz ağ eləyə bilirik və yaxud bunun burasını götürüb ağ rəng saxlayıb, bunun bu istiqamətini bu rəng eləyə bilirik. Yəni, burada müxtəlif bir forma oynamaq olar, çünki bizim karkasımız bu qaradır, yığılan qaradır və bu ağ bunun üstündəki işıqdır, yığılacaq ki, hansı ki, yapışdırılacaq. Yəni, bu çaşkanı müxtəlif belə formalara salıb, burada cürbəcür göstərmək olur. Yəni, burada gördüyümüz kimi rəng başqa və U hərfini tamamlasın, U hərfinə oxşasın. Burada, misal üçün, belə versiya var, belə versiya var. Bunun özünü belə istifadə edib konturdan eləmək olar və yaxud bir dənə də versiya eləyək, bunu götürək, elə bütöv buradan götürək, salaq aşağı, yaxınlaşdıraq bura. Biz buradan bunu götürək, qoyaq hələlik kənara. Bu, həmin burada istifadə elədiyimiz U hərfindən istifadə eləyək. Deməli, keçək ingilis dilinə və U hərfindən istifadə eləyək. Bu U hərfini biz buradan kəsib götürürük, qoyuruq bura və burada biz eyni şrift deyə bunu biraz aralı eləyirik və bunu da birini kopyalayıb qoyuram bura. Hələlik rəng verirəm ki, ekranda itməsin. Bizim o çaşkanı hansı ki düzəltmişik, o çaşkanı sadəcə olaraq gətirib, bunu buradan belə enli formada göstərib, kontrol Q ilə sındırıb, bunun ortasına qoyub yoxlaya bilərik. Gördüyümüz kimi, bu kontur ki var, bu çaşka formasında biz bunu sala bilirik bura. Bunu buradan gəlib götürürəm, bunun özünü gətirib qoyuram bunun içinə. Bizim burada istifadə elədiyimiz bu kontur ki var, bunu bunun üstünə atanda, o buranı gördüyümüz kimi ayırır. Yəni, buradan çaşkanı belə eləyib, reklamın özünü belə yığmaq olur ki, yəni bu U hərfini tamamlayır və çaşka bunun içindən çıxır və bu istiqamətdə gördüyümüz yerlər karkas yığılır, amma qara rəng olur ki, bunun üstündə bu aşağı işıqlıdır deyə, bu da işıqlıdır deyə bunu ayırsın. Əlbəttə, burada biz bunu qeyd edib, bunu da qara eləyə bilərik, işıq çıxmasın və yaxud güzgü əksi kimi dəyişə bilərik yerlərini ki, burada əksinə rəng olsun. Misal üçün, necə ki, biz buranı indi qeyd edib, bura rəng veririk. Misal üçün, bunun içindəki olan yeri qara rəng eləyirik. Yəni, burada olan yeri, misal üçün, ağ eləyirik. Belə miksləri oturub yoxlamaq lazımdır və bunun içindəki işıq çıxacaq yerlərin qıraqlarındakı kontur saxlayırıq ki, burası işıq buraxsın, içi isə yox. Yəni, bu formada biz burada bir neçə cür bunu işləyə bilirik, dəyişə bilirik ki, görək bizdə ortada nə olur. U hərfini müxtəlif şriftlər tapıb, 30 durub, bunun içində göstərmək olar və yaxud fincanın özünü, necə ki, qeyd etmişdim öncə, dəyişib, hansı fincan daha sizə uyğun olacaq, hansı hərfi 30 durmaq, onun da üzərində işləmək olar. Belə, işləyərək siz bir 4-5 versiya hər bir başlanğıca, belə başlanğıca dəyişə formaları müxtəlif cür çaşkanı saxlayıb yüyə oxşatmaqla, özündən
və yaxud bunun içini dəyişib başqa cür çaşka eləmək şərti ilə, içini boş eləyib, qulpla düzəldib U hərfinə oxşatmaq şərti ilə, yəni çaşka şəklində eləmək mümkündür. Misal üçün, bunu salaq aşağı, gələk bura, burada düzdür, konturzat istifadə eləmişik, bunu ungrup eləyək, bunu buradan götürək. Bizə lazım olan sırf burada çaşkadır, yəni bu çaşka özüdür, yəni buradan bunu qeyd eləyək, bu bizə lazım deyil. Bu çaşkanın deməli, indi kobud göstərəcəm ki, bunun burasını belə kəsib götürüb, deməli, bunu buradan gətirdim belə. Mən adətən hər hansı bir detalı yığıb qoyuram. Misal üçün, onun bu istiqamətdə düzəldəndən sonra hansı ki, mənə lazımdır, yəni burasını düzəldəndən sonra ki, tutaq ki, məni bu qane elədi. Bu qane etdiyi halda mən hər hansı bir detaldan bunu istifadə edib silirəm və sildiyim detalı sonra güzgü əksi kopyalayıb birləşdirirəm ki, sonra onunla burada nəsə silmə əməliyyatı aparmaq istəsəm, buranı idealini silsin. Bu da bir variantdır. Digər variantlardan biri də, əgər mən bunu idealini silmək istəyirəmsə, burada bundan istifadə edirəm daxili struktur kimi. Bu fincanın bu iç hissəsini gördüyümüz kimi bura belə qoydum. Sağ düyməni bastım, break elədim və bunun burasını buradan çıxartdım ki, mənə bu problem yaratmasın. Yəni, burada söhbət bundan gedir. Bu buradan, bu da bunun burası, bu da buradan. Yəni, bunun özünü istifadə edib belə bir şey yaradır. Müxtəlif formalarda fincanı belə bir formaya da salıb. Sonra əlbəttə ki, bizdə, yəni buradan biz bunu U hərfi kimi istifadə edəcəyik də bunun içinə hər hansı bir belə bir şey düzəldirik. Bunu imkan daxilində düz qoyuruq ki, bu güya bunun içindəkidir. Və bunu arxaya atdıqda bunun içindəki olan hər hansı bir içki kimi, yəni kofedir və yaxud çaydır. Misal üçün, xoşumuza gəlməyən hissələr əlbəttə bunun üzərində işlədikcə, yəni buradan tutaq ki, gəldik, götürdük, bunu sildik. Misal üçün, belə forma saxladıq və yaxud buradan gəldiniz, götürdünüz, belə bir şey düzəltdiniz və buradan bu komandadan istifadə edib burasını yumuşaltdınız, birini oturdunuz bura, sonra birini oturdunuz, misal üçün, bura. Bunları da götürdünüz, bununla belə birləşdirdiniz, yəni çaşkan formasını dəyişdiniz. Yəni, belə əməliyyatlar aparmaq mümkündür, cürbəcür. Bunun qulpunun formasını dəyişə bilərsiniz. Yəni, sizdən asılıdır, aşağıdan başlasın, belə başlasın, nazik olsun və yaxud və s. Yəni, belə formaları U hərfinə bənzədərək müxtəlif cür düzəltmək mümkündür. Lakin rənglərlə oynamaq lazım olacaq ki, siz onu sonra istifadə edə biləsiniz. Yəni, belə formada tutaq ki, house sözündə burada məlum olur ki, o U-yə bənzədib bunu house, coffee house kimi misal üçün oxuya bilərlər. Əlbəttə, bunun belə hərflərin içində müəyyən tüstü effektləri və s. istifadə eləmək olar. C hərfinin burasında və yaxud buradan çıxıntı həmin olan kofe tüstüsü kimi və yaxud çayın tüstüsü kimi istifadə eləmək olar. Yəni, belə formada biz müxtəlif cür U hərflərinə müraciət eləyə bilirik. Hər hansı bir hərfin içindən və yaxud belə tüstülər düzəldə bilirik ki, kofenin misal üçün formasını tamamlasın və yaxud kofe formasında bunun özünün içinə əlavə edib göstərə bilərik. Misal üçün, tutaq ki, girdik bura, buradan yazdıq, tutaq ki, kofe, vektor, deməli, baxaq, burada indi belə kofe var, belə kofe var. Yəni, axtaracaqsınızsa, görürsünüz ki, yəni, kofe tapmaq çox çətindir. Yəni, oturub, vaxt itirincə hər hansı bir kofeni götürüb, formasına baxıb, sonra yəni, onu bənzətmək şəkil, yəni ki, belə bir şey eləyirsiniz kofe formasında. Buradan tutaq ki, onu ortadan belə bölürsünüz. Mərkəz, kofe formasına salırsınız və yaxud bəzi kofe formaları hiss olunur ki, bucaq altındadır. Biz buradan onu deməli haradasa 70 bu maksimumdur. Bu maksimumdur. Burada bir məsələ var ki, əgər siz istəsəz ki, bunun bu hissəsi olmasın, siz onu belə yığcam formada salıb düzəldəndən sonra onu darta bilirsiniz. Yəni ki, müəyyən belə darta bilirsiniz və yaxud sındırandan sonra
müəyyən yerlərini yaradıb oradan darta bilirsiniz. Buradan tutub misal üçün darta bilirsiniz. Buradan uzada bilirsiniz. Uzatmaq istəmirsinizsə, ölçü ilə eləmək istəyirsinizsə, ekranda olan bu komandanı burada hər hansı bir ölçü vahidi qoyub, sonra sağa bir dənə, sola bir dənə, yəni bu formada eləyib, sonra bunun özünü belə splaşnoy tam tutub dartandan sonra bunun da ortasına qoyub, bunu da belə bura qoyub, buradan silib, misal üçün kofe formasına sala bilirsiniz. İndi hansı sizi qane edəcək kofelərə baxırsınız ki, misal üçün biraz uzun sov yeri var, görürsünüz belə gəlir, sonra əyilir. Üstünə qoyub çəkə də bilərsiniz. Misal üçün belə saxlaya bilərsiniz. Hamburger oxşamasına amma. Burada da əlbəttə ki, bu kofenin bu formasını misal üçün burada bunun içinə müdaxilə eləyib, buradan misal üçün bunu silib, belə bir kofeni tutaq gətirib, bunun ortasına qoyub, tutaq ki, nümunə kimi deyirəm. Yəni, belə şeylərə fikir verə bilərsiniz ki, yəni, kofe forması olsun və yaxud müxtəlif cür düzəldib, yəni, bunun içində, yəni, belə əymələrlə müxtəlif, amma o hərfini tam itirməsin deyə biz onun o formasını əl vurmuruq. Sadəcə olaraq burada müəyyən belə getdikcə balacalaşdırırıq ki, aşağıdan yuxarı inteqrasiya eləyir. Yəni, belə və formaları fərqli eləmək şərti ilə biraz belə şeylər düzəldərək, yəni ki, maraqlı bir effekt ortaya çıxarda bilərsiniz. Yəni, burada oynamaq lazımdır və belə şeyləri bir yazının üstündə çox eləmək məsləhət görmürəm, amma haradasa hansısa bir elementdə bir dənə və yaxud 2 dənə maksimum eləmək olar. Bu kofe ilə əlaqədar göstərdiyim bu qədər istifadə olunan komanda burada shape-dir, pozan idi. Yəni, düz bucaqlı ya 4 bucaqlıdan istifadə edə bilirsiniz, odur. Yəni ki, qalan komandalar demək olar ki, bildiyimiz komandalardır. Yəni, konturdan istifadə elədik burada. Demək olar ki, qalan ancaq kəsmək, doğramaq, weld və yaxud digəri bir neçə obyekt qeyd eləyəndə çıxan komandalardan, misal üçün, birinci və ikincini götürüb buradan belə qeyd eləyək. Bu komandadan istifadə etdik, birləşdirdik, bu komandadan istifadə etdik, birinci, ikincini sildi, bu komandadan birinci və ikincinin arasına düşən və yaxud bu komandadan birinci, ikincini sildi və yox oldu. Yəni, bu qədər. Yəni, bəyəndinizsə like edin, dəstək olun. Biz də sizin üçün maraqlı dərslər düzəldək, paylaşaq.